Azərbaycan xalqına qarşı müharibə isə hələ şiddətlənməkdədir. Bu da onun nəticəsidir. Bir daha təşəkkür edirəm. Çıxış üçün söz verilir Səid bəyə və hazırlaşsın Babək bəy. Təşəkkür edirəm, hörmətli sədr. Bütün millət vəkillərinizə salamlayıram. Səsim necə gəlir ilk öncə? Normaldır, buyurun. Təşəkkür edirəm, hörmətli sədr. Şahin bəyə mən təşəkkür etmək istəyirəm. Təhsillə əlaqəli bir çox gözəl məqamları paylaşdı. Mən bir məsələni də burada qeyd etmək istəyirəm. Müəllimlərin hüququ ilə əlaqəli. Tək müəllimlər yox, bütün sahələrlə əlaqəli ümumi olaraq bir topluma eləmək istəyirəm. Bugünkü gündə Azərbaycanda bir çox müəllim savadı olan, müəllim yeteneği, müəllim bacarığı olan insanlar bu sahədən kənarda qalır. Yəni ki, belə deyək, hər bir insan müəllim ola bilməz, hər bir insan həkim ola bilməz, eyni zamanda hər bir insan, belə deyək, hüquqşünas və s. Bu ola bilməz. Hər bir insanın özünün görə biləcəyi bir sahə var. Müəllim kimdir? Müəllim hansı insanlar ola bilir? Əsl müəllim özündən öncəkilərdən öyrənən və özündən sonra gələnlərə öyrədəndir. Əgər bir insan nəyisə öyrənib, bunu satmağa çalışırsa, bunu müəllim ücreti demək olmaz. Bəs əsl həkim kimdir? Həkimlərə də burada biraz toxunmaq istəyirəm. Əsl həkim xəstənin ağrısını, dərdini öz üzərində hiss edən insandır. Öz canında hiss edən insandır. Əgər həkim xəstənin dərdini öz dərdi kimi hiss eləmirsə, artıq bu da həkimdir və s. və ilaxə. Eyni zamanda da hüquq sahəsində də var, digər sahələrdə də var. Və bir məsələndə toxunmaq istəyirəm. Səhv eləmirəmsə, Almaniya kansleri Angela Merkel'ə bir dəfə sual verirlər ki, necə olur ki, Almaniyada bu qədər mühəndislər, çox mühəndislər var. Onun gözəl bir sözü var, deyir ki, biz bu mühəndisləri orta məktəbdən seçirik. Azərbaycanda bugünkü gündə istəyir müəllim olsun, istəyir belə deyək, digər sahələr olsun, bu seçimlər yanlış gedir, kökündən yanlış gedir. Bunun da kökü, mən düşünürəm ki, Sovetlər dövrünə gedir və burada bir çox insanlar var ki, bu məsələləri daha dəqiq bilir, daha yaxşı bilir. Yəni ki, hüquqşünas, belə deyək, misal üçün, Qurban bəyin özü bunu dəfələrlə deyib, universitetə bir neçə dəfə imtahan verib, bunu kəsiblər və s. və ilaxırə bu cür insanlar çoxdur. O dövrdən, belə deyək, müəllim bacarığı olan insanları bir çox problemlər yaradırlar. Eyni zamanda digər sahələrdə də olan insanlara problem yaradırlar ki, eyni sahələrə gedməsin. Müxtəlif istiqamətlərə yönləndirirlər ki, imini bu sahəyə gedməsin. Çox təəssüflər olsun ki, bütün sahələrdə bu problemlər var. Bu sahələrdə bu problemlər düzəlməyənə qədər, yəni ki, əsl müəllimlər öz yerini almayana qədər həkimlər və eyni zamanda digər sahədəki bu insanlar gəlib öz yerinə oturmayana qədər düşünürəm ki, Azərbaycanda bu problemlər belə davam edəcək. Bunu demək istəyirdim, diqqətinizə görə təşəkkür edirəm. Təşəkkür edirəm Səid bəy.